Mustafa xan, mən belə düşünürəm ki, baxmayaraq ki, onun siyasi tariximizdə oynadığı rol o Qarabağ və Quba xanlığı kimi və əvvəllər Şəki xanlığı kimi olmamışdır. Amma bu bir şəxsiyyət kimi görünür daha kəskin adam idi. Və bu bilirdi ki, bu iki tərəfli müqavilə, antlaşma sisteminin və praktikasının arxasında nə durur? Hansı rəzalətlər və hansı həqarətlər durur? İlk növbədə təbii xanlığın başçısı kimi. Şəxsən bunun üçün nədir? Əslində bu kukla olur, köləyə çevrilir. Bunu çox yaxşı dərk etdiyi üçün bu çalışırdı ki, uzatsın. Amma yəqin ki, dərk eləməmiş olmazdı ki, bu, yəni geci tezi var. Bu mümkün deyil. Amma müəyyən tələblər irəli sürürdü, araya gətirirdi. Siz söylədiyiniz kimi. Məsələn, biri bu olsun ki, Şamaxı şəhərinə Rus qarnizonu yerləşdirilməz. Amma Şuşanov bilirdi. O deyirdi ki, Asiyada bütün danışıqlar və bütün antlaşmalar heçdir. Güc isə hər şeydir. Və gücü nümayiş etdirmək üçün nə lazımdır? Bu Türk, bu müsəlman, Rusun əskərini görsün və əskərin də əlində Rusun silahını görsün. General Sisyanov artıq Azərbaycanın Bakı, Dərbənd və Quba xanlıqlarını tutmaq fikrində idi və o bu fikrindən heç cür əl çəkə bilmirdi. Hətta Qarabağnamədə yazılır ki, Sisyanovun qarşısında duran başlıca məqsəd Azərbaycanın dənizlər arasında olan vilayətlərini ələ keçirtmək idi. Təbii ki, bunların da başında birinci Şamaxı dururdu və Şirvan xanlığı dururdu. Və baxmayaraq ki, 1804-1805-ci ildə Sisyanovla Mustafa xan arasında olan müəyyən söhbətlər, bu sülh sazişi söhbətləri başlanmışdı, amma bu heç bir nəticə vermirdi. Bunun da ən önəmli səbəblərindən biri o idi ki, Sisyanov Qarabağ və Şəki xanlıqlarına verdiyi təklif və tələbləri irəli sürürdü. Amma Mustafa xan bu tələbləri qəbul edə bilməzdi və eləmirdi də. Və o, Çar Sisyanova tamam başqa tələblər irəli sürürdü. O deyirdi, birinci, Şəki torpaqları Şirvan torpaqlarına qatılsın. İkinci, Şah xəzinəsinə daxil olan mədaxilin miqdarına yenidən nəzər salınsın. Və bu da təbii ki, nə Sisyanovu, nə də Çar hökumətini qane edə bilməzdi. Sisyanov istəmirdi ki, bu şərti belə düşünülmüşdü ki, qarnizonun qoyulması ilə kiçik avantüralar üçün, yəni avantüra adı altında mən bunu deməyim bəlkə yerində deyil. Yəni xan birdən bir hərəkət eləyər, bir qiyam qaldırar və s. Belə şeylər olmasın və onun diqqətini yayındırmasın. Bunun üçün qarnizon olmalıdır. Yenə yeri gəlmişkən bir kiçik tarixçilik arayışı, bizim tarixçilərimiz bunu belə verirdilər ki, məsələn, Şuşa qalasını qorumaq üçün. Canım, qorumaqdan söhbət getmir. Təbii qorumaq olurdu özü üçün. Yəni, İran gəlib bir daha bura girməsin, əgər girə bilərdisə. Amma fikir başlıca burada elə oturmaq, elə yerləşmək düşünülürdü ki, daha burada bir qarışıqlıq olmasın, qarmaşıq olmasın. Və başlayın və bunun üçün o müəyyən tələblər irəli sürürdü. Bunun da biri buydu ki, onun paytaxtında Rus qoşunu oturmasın. Təbii bununla heç zaman razılaşmazdı. Rusiyanın dövlət xəzinəsinə mütləq. Sisyanov deyirdi ki, bu Asiya təfəkkürüdür, bu Asiya düşüncəsidir. Bundan sən bac almırsansa, o sənin köylən kimi özünü dərk etməyəcəkdir. Bunun üçün hətta deyirdi, simvolik bac alınsın. 8.000 çervon Qarabağ xanlığından, 7.000 çervon Şəki xanlığından, 8.000 yenə Şirvandan alınsın və s. Amma bu şərtləri dəyişdirmək fikrində deyildi və dəyişdirmədi. Sonda da Mustafa xan durumun çıxılmaz olduğunu dərk edərək nəhayət gəlib imza atmalı oldu.
1805-ci ilin qışında Sisyanov Kürü keçib Şəki vilayətinə, oradansa Şamaxı vilayətinə doğru üst tutdu və Şamaxının 5 versliyində o Şamaxının bir dəstə silahlı dəstələri ilə rastlaşdı və o silahlı dəstələri kiçik atışmadan sonra məğlub elədi və yenə də Şamaxıya doğru irəlilədi və Mustafa xanıya, Şamaxı xanı Mustafa xana namələr göndərərək ona itaət etməyə, Çar Rusiyasına itaət etməyə çağırdı. Ancaq Mustafa xansa bu sülh danışıqlarına qərar vermədi, yəni bundan imtina elədi və Şamaxı əhlini də götürüb Fit dağına doğru getdi və Fit dağında Fit qalasını tikdirdi. Və əvvəlcə Sisyanov Çatmadağa tərəf getdi və sonra Fit dağının yaxınlığında qərar tutdu. Yenidən müharibəyə başlamaq istəmədi və yenidən sülh danışıqlarına başladı. Amma yenə Mustafa xan artıq onunla döyüşə girmək istədi, amma yenə də birdən öz cəsarətindən çəkindi və yenidən sülh danışıqlarına getmək istədi. Və bu sülh danışıqları baş tutmaq ərəfəsində artıq Mustafa xan yenə də fikrini neysə dəyişərək müharibə eləməyə qərar verdi. Amma Sisyanovun bir sıra öyüd nəsihətlərindən sonra isə o yenə də fikrindən daşındı və bu anda Mustafa xan öz şəxsi təhlükəsizliyini təmin eləmək üçün artıq nə Fit dağında, nə Sisyanovun düşərgəsində yox, bax bu düzənlikdə düşərgə saldıraraq Sisyanovla sülh müqaviləsinin imzalanmağına, yəni əhdli antnamə bağlanmasına qərar verdi və beləliklə Şamaxı xanı da Çar Rusiyası təbəliyini qəbul elədi və Azərbaycan xanlıqlarından biri də Çar Rusiyasına tabe oldu. Sisyanov artıq Bakıya tərəf üst tutmuşdu. Aydındır ki, o zamanki qüvvələr nisbətini nəzərə alırsaq, bu bir anaxronizmidir. Və yaxın zaman da bunu sübut elədi ki, bu anaxronizmi Rusiyanın müəyyən qüvvələri saxlamağı lüzumsuz saydılar və xanlıq, Qarabağ xanlığı 1822-ci ildə, Şəki xanlığı ondan da öncə 1819-cu ildə ləğv edilmiş oldu. Tamamilə. Hələ 2-ci Rus-İran müharibəsi başlanmamış və Rusiyanın mənafeyinə burada heç bir real bir təhlükə olmur. Azərbaycanın ən iri xanlıqlarından birinin Şamaxının Rusiyaya tabe edilməsi, bu Şimali Azərbaycanın artıq Rusiyaya tabe edilməsi demək idi və ən böyük xanlıqların birinin əldə edilməsi illatda ki, Şamaxı xanlığının Rusiya üçün böyük əhəmiyyəti var idi. Çünki Şamaxı mərkəzi mövqe tutduğu xanlıqlar içərisində və bu mərkəzi mövqedə həm hərbi strateji baxımdan, həm də siyasi və iqtisadi baxımdan əlverişli bir şərait idi və Şamaxı xanlığının tutulması və tabe edilməsi həm də o demək idi ki, Sisyanovun qoşununa Bakı xanlığına yol açıq idi. Əslində bu artıq planlı şəkildə Sisyanovun Azərbaycandakı şahmat taxtasındakı gedişləri idi. İstər sadə, istər mürəkkəb gedişlər, uduşlar və qarşı tərəfin pat, hərdən də mat vəziyyəti idi. İstər Gəncə, istər Qarabağ, istər Şəki, istər Şirvan, hər şey planla gedirdi. Hələ üstəlik yerli qüvvələr də kömək eləyirdi. Çar Rusiyasının qüdrətindən, təcrübəsindən və Pyotrun vəsiyyətindən bizə hələ indi bəlli olur ki, onların böyük məqsədlərinin kiçik hissəcikləri idi, ancaq mühüm hissəcikləri idi bizim dünənki faciəmiz. Bugünə qədər özünə yol açan, heç cür bitməyən, qurtulmayan, örtülməyən, yarğan, dolaşmış kələf, Gəncə qətliamı, Qarabağ işğalı, Şəki-Şirvan fəthi. Hələ qarşıda Bakı və Quba işğalı durur. Hələ qarşıda Sisyanovun ölümü çox kiçik və mənasız olsa da qisas dururdu. Daha nələr görəcəyik, ancaq hələ görəcəyik. İndi isə 1806-cı illər idi.